ən kasıb insan ədəbdən kasıb olandır. Bir insan düşünün, onun həyatında təşəkkür yoxdur, üzrxahlıq yoxdur, icazə almaq yoxdur. Bunlar ədəbdirlər də. Ədəb deyirik, ən kasıb insan ədəbdən kasıb olan insan. Bir insan düşünür ki, belədir. Elə düşünür ki, hər kəs ona borcludur, bütün dünya ona borcludur və nə təşəkkür, nə üzrxahlıq. Bu insanın özünü korşallaşdıran bir şeydir. Özünün yolunu bağlayan bir şeydir. Ən kasıb insan ədəbdən kasıb olandır. Bir insan düşünün, onun həyatında təşəkkür yoxdur, üzrxahlıq yoxdur, icazə almaq yoxdur. Bunlar ədəbdirlər də. Ədəb deyirik, ən kasıb insan ədəbdən kasıb olan insan. Bir insan düşünür ki, belədir. Elə düşünür ki, hər kəs ona borcludur, bütün dünya ona borcludur və nə təşəkkür, nə üzrxahlıq. Bu insanın özünü korşallaşdıran bir şeydir. Özünün yolunu bağlayan bir şeydir.